Salam əziz, dəyərli və həmişə qarşısında özümüzü borçlu bildiyimiz şəhid anaları, ataları, bacıları və qardaşları. Şəhidlərin qanı ilə suvarılmış o gəzdiyimiz torpaqlarda içdiyimiz su, utduğumuz hava, siz müqəddəs anaların yetişdirdiyi müqəddəs şəhidlərimizin, itkinlərimizin, qazilərimizin canı, qanı bahasına nail olundu. Vətən sevgisiyle göylərə ucalan və milyonlarla insanların ürəyində sevgidən məbəd quran şəhidlərimiz, igidlərimiz, qəhrəmanlarımız, sizin ruhunuz qarşısında baş əyir, and içirəm ki, nə qədər ki yaşayıram, şəhidlərimizi gələcək nəslə çatdırmaqdan, tanıtmaqdan yorulmayacaq, usanmayacağım. Bu dəfə söhbət açacağım qəhrəmanlar Oğuz elinin Boyat obasından 1-ci Vətən müharibəsində qəhrəmancasına həlak olan, itkin düşən şəhidlərimizdən olacaq. Bilirsinizmi, ən çox diqqətimi çəkən nə oldu? Nə qədər ki şəhid tanıyıram, istər şagirdlərim olsun, istər bir məhəllədə yaşadığım insanlar, hamısı mədəniyyətin, tərbiyənin, kübarlığın ən ali dərəcəsində olublar. Elə bil, İlahi Teala tərəfindən seçilmişlər idi. Şəhidlik hər adama qismət olmayan ən yüksək, ən müqəddəs bir tituldur. Allahın bir lütfüdür. Deyə bilərsiniz ki, bəs qazilər? Əlbəttə, Boyat elinin qaziləri də var, iştirakçıları da. 1-ci Vətən müharibəsinin qazisi Sadiq Əliyev, 2-ci Vətən müharibəsində hərbi xidməti zamanı minaya düşən Əliyev Hüseyin sağ qalmaları belə möcüzə idi. Minaya düşən zaman hər iki gözlərini, ayaqlarını itirmiş Hüseyin haqqında gələn görüşümüzdə danışacağıq. 1-ci Qarabağ müharibəsində itkin düşən ilk şəhidimiz Ağayev Yalçın Rafiqoğlu oldu. Yalçın Ağayev 1992-ci il iyunun 24-də hərbi xidmətə getmiş, oradan da təyinatı üzrə Qarabağ müharibəsinin qızğın döyüş zonalarına yollanmışdır. 1993-cü il iyunun 16-sında isə Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə itkin düşür. Ailə nə edəcəyini belə bilmir. Şəhid olmuş kimi yas tutsunlar, itkin düşmüş kimi yol gözləsinlər. Rəfiqə müəllimə o günləri belə xatırlayır. Məni həyata qaytaran, yaşamağa məcbur edən, işlədiyim Bilağanlı kənd tam orta məktəbin kollektivi oldu. Başda elimizin ağbirçəyi, Boyaz müəllimə, Şəfiqə müəllimə olmaqla bütün kollektiv mənə ana bacı oldu. Boyaz müəllimə mənə qohumlarından bir şəxsin 41-45-ci ildə Böyük Vətən müharibəsində itkin düşüb, çox uzun illər sonra geri döndüyünü dedi. O bu sözləriyle sanki yanan ürəyimə su səpdi. Bu sözləri şəhid anasının dilindən eşitmək o deməkdir ki, o ilm ocağı sadəcə məktəb deyil, həm də çox qayğıkeş bir ailəymiş. Mən də bu fürsətdən istifadə edərək ilk müəllimlik fəaliyyətimi başladığım həmin məktəbin bütün müəllim kollektivinə, texniki işçilərə, rəhmətə gedənlərə Allahdan rəhmət diləyir, yaşayanlara isə sağlıqlı uzun ömür, işlərində uğurlar arzulayıram. Mənim üçün də bu məktəb isti bir yuva oldu və heç vaxt xatirələrimdən silinməyəcək xoş izlər buraxdı. Rəfiqə müəllimə, Rəfiqə ana, çox istərdim ki, bir möcüzə ola. Elimizə, obamıza, bizim Yalçın qayıdıb deyə bir xəbər yayla. Qurbanlar kəsilə, nəzirlər paylana. Mən möcüzələrə inanıram, Rəfiqə ana, siz də inanın. Ancaq şəhid olsa belə biz Yalçınımızla fəxr etməliyik. Çünki o bilə-bilə düşmənin üstünə getdi. Bəli,
O bu qəhrəmanlığı ilə mübarizlərə, fəridlərə örnək oldu, yol açdı. Yalçının özü isə babasından örnək aldı. Yalçının babası Hümbətov Həbib 41-45-ci illərdə dünya müharibəsi veteranı idi. Müharibədə bir qolunu itirmişdi. Yalçın hər babasının xatirəsinə qulaq asdıqca döyüşmək həvəsi coşub daşırdı. Rəhmətlik Həbib baba özü də bilmədən qorxmaz, cəsur bir hərbici yetişdirmişdi. Şəhid Abbasov Sahib Həsənoğlu 1993-cü ildə ehtiyatda olan zabit kimi döyüşlərə çağırıldı. Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib və 1994-cü ildə yanvar ayının 3-dən 4-ünə keçən gecə Ağdam Tirəbulaq istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. İtkin xəbəri gəldi. Bir qızı, 2 oğlu yetim qaldı. Çox zəhmətkeş Həsən dayı inanmadı oğlunun ölümünə. Getmədiyi yer, döymədiyi qapı qalmadı. Bəlkə oğlum sağdır, düşmən əlindədir deyə hər kəsdən sorurdu. Həmişə də kör peşman geri qayıdırdı. Ancaq yenə də ümidini üzmürdü. Gözü yolda, qulağı səsdə idi. Oğullarını gözləyə-gözləyə əvvəlcə anası Qərənfil xala, sonra da atası Həsən dayı oğul deyə-deyə bu dünyadan köçdülər. Həyat yoldaşı Gülbəniz ana isə gənc yaşında kiprikləri ilə od götürdü. Ancaq atalarına layiq övlad böyütdü. Hər üçünə də təhsil verdi. Böyük oğlu Abbasov Samir atasının yolunu seçdi. Hərbiçi olmaq istədi. Anası razı olmadı. Ancaq Samir yolunu çoxdan seçmişdi. Uşaqkən atasından gələn o xəbərdən sonra içində elə bir yanğı baş qaldırmışdı ki, sanki həmişə döyüşdəymiş kimi atasını necə xilas edəcəyi barədə planlar qururdu. Elə bu yanğı ilə də bir də gözünü açıb gördü ki, Türkiyədədir. Yüksək bal topladığına görə onu Türkiyənin İstanbul şəhərinə göndərdilər. 1999-2003-cü illərdə Kuleyli Hərbi Liseyində, 2003-2007-ci illərdə isə Türkiyənin Ankara şəhərində Quru Qoşunlar Məktəbində təhsil almış və orada oxuyan xarici kursantlar arasında məktəbi birinci bitirmişdi. Və 2008-ci ildə Azərbaycana qayıtmış, Abbasov Samir Gəncədə insaylı hissədə işə başlamış. Sonra Bakıda NATO tərəfdaşı sülh məramlı bölmədə xidmət üçün dəvət alır. Bu xidmət müddətində müxtəlif ölkələrdə olur. Təhsillə bağlı fərqli kurslarda, tədbirlərdə, konferanslarda iştirak edir. Türkiyədən sonra ilk getdiyi, təhsil aldığı xarici ölkə Litva Respublikası oldu. Sonra İngiltərənin London şəhərində hərbi akademiyada oxudu. Daha sonra isə Fransada, Çexiyada, Bulqaristanda, Ruminiyada, Gürcüstanda, Almaniyada, Avstraliyada olmuş, hərb sənətinin bütün incəliklərinə yələnmiş, yetişkən, mükəmməl bir döyüşçü kimi 2-ci Vətən müharibəsində Cəbrayıl, Laçın, Qubadlı istiqamətində gedən döyüşlərə atılmış və qalib bir sərkərdə kimi atasının qisasını almışdı. Fəzail Kərimov 1992-ci ilin yanvarında könüllü olaraq cəbhəyə gedib Şuşa polis taburunun tərkibində Şuşa Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fəzail Kərimov Ağdərə rayonunun Çıldıran kəndi uğrunda döyüşdən sonra səhhətinə görə 3-cü qrup əlil kimi evə buraxılır. Lakin hələ özünün güclü olduğunu zənn edən Fəzail Kərimov yenidən cəbhəyə qayıdır. Bir neçə ağır döyüşlərdən igidliklə çıxan Fəzail
Ermənilərlə atəşkəs əldə olunduqdan sonra 1994-cü il iyul ayının 17-sində Ağdam rayonunun Kükərtmə məntəqəsi postunda növbə çəkərkən düşmən snayperi tərəfindən vurulmuş, ağır halda hospitala gətirilmişdir. Lakin həkimlərin bütün səyi bir nəticə verməmişdir. Fəzailin adını əvəzləşdirmək üçün Bilağanlı kənd tam orta məktəbinə onun adı verildi. Mən də o vaxtlar o məktəbdə işlədiyim üçün Fəzailin şəklini almağa məni göndərdilər. Yazıq Səriyə xala hələ özünə gəlməmişdi. Dərin bir hüznlə "Gəl qızım, gəl" dedi. "Çıxaq yuxarı." Onun şəkilləri oradadır. İkinci mərtəbəyə qalxdıq. İçəri girəndə sadəcə donub qaldım. Yer, göy, hamısı onun şəkilləri idi. Birini götürdüm. Təskinlik vermək istədim. Bacarmadım. Əllərindən tutdum. "Allah sənə səbir versin, Səriyə xala." "Yox" dedi. "Daha gücüm qalmayıb. Dözə bilmirəm. Nə vaxt Allah bizi qovuşdursa, bəlkə onda sakitləşəm." İndi Fəzail həm anası, həm də atası ilə qovuşub. Allah hamısına rəhmət eləsin. Ruhları şad olsun. Hikmət Camalovlu Əliyev 1993-cü ildə Bakı hərbi polis hissəsinə hərbi xidmətə getmiş Hikmət Əliyev 1994-cü il yanvar ayının 3-də Füzuli rayonunun Abdülrəhmanlı kəndində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. Elə həmin vaxtlarda Boyat kənd tam orta məktəbinə Hikmət Əliyevin adı verildi. 100 illər, 1000 illər keçəcək, nəsillər dəyişəcək. Ancaq Hikmət olduğu kimi qalacaq. Nəsillərdən nəsillərə keçəcək. Əbədi olaraq yaşayacaq. Toplaşıb. Eşidirsən, gözəl qazimiz. Mən onlara səbir diləyirəm. Mən özüm də qazıyam. Allah səbirlərini versin. Allah şəhidlərimizin 25 diləsin. Qazilərimizə can sağlığı versin. Güzel de köməyin olsun bala. Hər olsun. Sağ ol. Azərbaycanımız bir ömür gördüyünüz bu qazilərimizə və şəhid analarına borcludur. Kimliyinə nasıl olmayaraq, vəzifəsinə nasıl olmayaraq hər birimiz qazilərimizə, şəhidlərimizə, döyüşçülərimizə borcluyuz. Allah hər zaman başınızı uc etsin. Hər iki dünyada üzünüz ağ olsun. Başınıza dönər. Sığmayan, cəmi 4 hərfli sözdür qazilər. Yarımçıq vətəni bütövləşdirən silinməz ləbirdir izdir qazilər. Məhəl qoymadılar yağışa günə, bütün çətinliyə gəldilər sinə. Verib şəhidlərlə çiyin-çiyinə, zəfərin tarixi yazdı qazilər. Zəfərin tarixi yazdı qazilər. Allah bütün qazilərimizə şəfa versin. Amin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Gidelim. Bu şeiri Ağcabədi rayonunun Boyat kəndindən 1994-cü il yanvarın 3-dən 4-ünə keçən gecə Pirabulağı istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən və bugünə qədər də hələ də bir məlumat ala bilmədiyimiz qəhrəmanımız Abbasov sahibin övladı Azərin dilindən yazıram bu şeiri. Sorsam məndən niyə dərdli gəzirəm? Atamsız qalandan belə dərdliyəm. Ziyarət etməyə məzar gəzirəm. Atamsız qalandan belə dərdliyəm.
Atamın həsrəti qəlbimdə qaldı. Anamın üzündə kədər iz saldı. Təsəllim, qardaşım qisasını aldı. Atamsız qalandan belə dərdliyəm. Cavankən qocaldım, belim büküldü. Hər gecə gözümdən selim töküldü. Ömür sarayıma zülüm hörüldü. Atamsız qalandan belə dərdliyəm. Atamsız yaşadım ömrümü yarı. Qəbul edəmirəm qanlı yanvarı. Kaş qardaş olaydı məzarı barı. Atamsız qalandan belə dərdliyəm. Yanvarda gözlərim dikilir yola. Ümidlə baxıram mən sağa sola. Atasız günlərim atalı ola. Atasız qalandan belə dərdliyəm. Şəhidlik zirvəsi şərəfli yoldu. Dərdimi danışdım, gözlərim doldu. Dönməzim bu şeiri təsəlli oldu. Atasız qalandan belə dərdliyəm. Atasız qalandan belə dərdliyəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Haqqım alaldı sənə mərd oğlum, torpaqlar üstündə canım verər. Torpağın altında tənha qalır, şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verər, torpağın altında tənha qalır. Unutma şəhidlər ölməz, doğma vətən bölünməz. Bir kere yükselen bayraq bir daha eğilmez. Unutma şehitler ölmez, doğma vətən bölünmez. Bir kere yükselen bayraq bir daha inmez. Hakkınızı danmaq olar. Bu derdi yazan